Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Mən də söhbətlərimin əsnasında xüsusilə namaz barəsində danışmaq istəyirəm. Çünki bizim dində hər nə varımızdır, namazın əsnasındadır. Allahı tanımağımız, dini tanımağımız, dində elədiyimiz əməllərimiz əksəriyyətən namazla başlanır. Və Zümrəh surəsində belə bir ayə var. Və anibu ilə rabbikum və əslimu ləh. Qaydın Allahuza tərəf, təslim olun Allahuza, hər nə ki deyib Allah, ona boyun qoyun. Allahın əmrindən itaət edin. İtaət əmridən biri namazdır. Bizim namazda bəzi məsələlərimiz var, fiqhidir, bəzi məsələlərimiz var, əxlaqidir, bəzi məsələlərimiz də var, qəlbidir ki, bunların özlərinə dair mərhələləri var. Bəli, bu günləri bizim əksəriyyətən namazlarımızın əksəriyyəti fiqhidir. Namaz qılırıqsa, fiqhi əmrlərə xidmət eləyə ibadət eləyirik. Məsəl üçün, namazın bəzi halları var, gərək namazda o rüknülər ki var, onları əmələ gətirəsən. Əgər onlardan biri olmasa, namaz batildir. Məsəl, təkbirətül ehram gərək namazda ola. Bunlar olmasa namazda, namaz batildir. İbadəti fiqhimizdə çox üstünlük vermişik. Gəlmişik, məsəl, namaz qılırıq. Namazı qılandan sonra da bilmirik bu namazın əhmiyyəti nədir? Bu namaz nə üçündür? Bu namaz nəyə görə qılınır? İttifaq edir ki, biz bu yaxında bir yerdə əyləşmişdik. Əhl-i sünnədən də var idi, ziyarət Əli ibn Musa Rızada. Bunlar elə namazı qıldılar, namaz qutarandan sonra, o zaman biz bildik bunlar əhl-i sünnədir. Soruşdum ki, məsəl, nə deyə bilərsiniz bu ziyarətin barəsində, bu namazın barəsində? Dedi, mənim heç bir sözüm yoxdur namazın barəsində. Namaz qılmaq olar, mən namaz qılam. Bəs bu cür halda İnsan bəzi vaxtlarda namazın əhmiyyətin gərək dərk eləyə namaz qılar. Bilə ki, bu namaz, bəli, həqiqətən məni Allaha çatdıra biləcək. Allaha çatdırmaqdan da məqsəd, yəni Allah hər nə deyib, mən ona boyun qoyuram, mən də hər nə deyirəm, Allah onu yerinə getirir. Məqsəd namazdan nəinki tənha mən axirətdə behişdə gedəcəyəm, mən cəhənnəmə getməyəcəyəm, cəhənnəm qapılarım mənim üzümə bağlayacaq. Namaz bir əmridir. Gərək Yaradanın qarşısında əyləsən, səcdə eləyəsən. Dərk eləyəsən ki, səni yaradan nəyə görə yaradıb, nə üçün yaradıb və nə əhmiyyət daşıyırsan dünyada və dünyadan da gedəndə əhmiyyətin mənası nə olacaq? Məsəl üçün, İmam Hüseyin əleyhissalam o halda, o düşmənin qarşısında Həzrət Zeynəb salamullah əleyhaya vəsiyyət edir. Namazlarınızdan müğayət olun. Namazlarınızdan, gecə namazlarınız tərk olmasın. Əgər insan bir an anlaya ki, namaz məni bir rabitədir, Allaha çatdırır, əslən insan o ləzzəti dərk eləsə, bilsə ki, bu ləzzətin əhmiyyəti nədir? Allahı namazla dərk eləsə, namazdan əl çəkməz. İmam Hüseyin əleyhissalam sifariş edirdi. İmam Hüseyin əleyhissalamın məqsədi namazı diri saxlamaq idi. Bu qədər müsibət, bu qədər zülm, bu qədər əziyyət, bu qədər əsirlik, hamısının əhmiyyəti namazın üstündə idi. Pəs Allah buyuruyor ki, və ənibu ilə rabbikum və əslimu ləh. Allahuza tərəf qaydın, Allah sizə böyük bir bəla nazil eləməmiş. Bəzi
ayənin axırında vardı belə bir söz ki, Allah hər zaman istəsə bəndəsini imtihan edir. İmtihanında da bəzi müəyyən şeylər vardır ki, biz çox vaxt dərk eləyə bilmirik. Çox vaxt onu bizim dərkimiz qəbul eləyə bilmirik. Zəif olduğumuzdan xatirədir, qəbul eləyə bilmirik. İndi hansı ünvan var, dərk eləyə bilmirik. Biz namazın əhmiyyətini dərk eləyə bilmirik. Bəzi hallarda ki, fiqhidir namaz, biz namazın tənha fiqhisinə əhmiyyət veririk. Deyirik ki, bəli, bu günləri mənim əgər səcdəmin məsələtin, səcdəmin biri ya və yaxud təkbir demədim, namaz batildir. Bəli, bunlar namazın fiqhi cəhətidir. Namazın gərək mənəvi cəhətində biləsən, namazın gərək əxlaqi cəhətində biləsən. Namaz insanı bəzi çirkinliklərdən çəkindirir. Biləsən ki, bu namazın əhmiyyəti bu günləri məni günahdan çəkindirdi. Bu namazı qılmışam, özü gecə imtihan eləyəsən, görəsən mənim elədiyim ibadət, itaət, qıldığım namazların əhmiyyəti mənə vardı, aya mən günahdan çəkinmişəm ki, bu günah mənim qarşımda dayanmışdı, o namaz vasitə oldu, bu günahdan mən çəkindim. Pəs, bəzi vaxtlarda görərsən, insan əgər namazın fiqhisinə əməl eləyirsə, görə namazın mənəvisinə də, əxlaqisine də hökman onu dərk eləyə, ona əməl eləyə. İnşallah ümidvarım ki, Allah bizi namazdan ayrı salmaya. Esselamu aleykum və rəhmətullah.